Hə, Saracığım. Məni çəkəsiniz. YouTube'da paylaşacağım özdə. Mən YouTuberam axı. Bu xanımın pozitiv iş yoldaşıyam mən. Adam elindəyəm. Hə, keçənsiz. Onları güldürürəm bol-bol. Oynayıram, əylənirəm, opmaram, düşürəm. Axşam öz enerjim qalır. Arada oxuyur da. Bəli. Bəli. Səsimi bəyənmirlər. Amma mən xalq artistiyəm. Mükafatımı almışam. Sadəcə gəlib götürməyə vaxtım yoxdur. O qədər. YouTube'da sizi məşhur edəcəm. Mənə məşhur edin. Bəlkə də xalq artisti olaraq ünvana çatdırdılar sizi mükafatı. Bəli, bəli. Balıqların təşəkkür edirəm. Bax, sabah bir gün başımıza bir iş gəlsə, deyəcəklər ki, evin adresini vermişdi orada. Bəli, sizə gəlib yapışacağım. Deyəcəm, evimin adresini vermişdim. Mənim üstümə nə göndərmişsiniz? Baxın dostlar, bura mənim 2 ayda işlədiyim iş yerimdir. Hansı ki, bu həftə çıxıram. Hansı ki, nə? Bu həftə çıxıram. Gəlin sizə güzgünü də göstərim. Niyə də olmasın. Sən Nur, səni çox istəyirəm, öpürəm səni. Yalandan deyir, inanmıyorum. Burada bir dənə ara qatan varsa. Uğurlar arzu edirəm sənə. Çox pis oldum Bu qədər. Çox pis oldum. Nə Sağ ol. var, nə qoş? Toyuma çağırsam gələrsiniz. Gələrəm, hə, niyə gəlmirəm? İndi çağırsaz gecə ayda 100 manat getdi. Necə pis adam deyir. Susmaq razılıq əlamətidir, dəyərli izləyicilər. Gördünüz, susur. Demək ki, artıq indidən o 100 manatı fikirləşirlər. Mən Raziyə xanımı çağıranda onu VIP qonaq kimi çağıracağım, pulsuz. Deyəcəm, özünüz gəlin bəs eləyir. Nilüfer xanım, zəhmət olmasa məni də bir yaxlı qonaq olaraq çağırın. Yox, siz... Düz masanızın yanında bir masa istəyirəm. Sizin dəvət... Bu bəy, bu gəlin, Yəni mən... yəni siz, bu bəy biraz sürüksün orana. Bu siz, bu da bəy. Ben burada. Mən də orada. Siz burada, mən də burada oturacağım. Sizin... Mən şimdi bu görüntünü qeydə almanız zəhmət. Aldım. Dəyərli izləyicilər, şahidisiniz. Burada Nilüfer xanım oturur, burada bəy yazır, yetim orada oturur, mən də burada. Ora bir dənə sual işarəsi. Üçlü bir şəkildə. Bura bir dənə sual işarəsi. Haydi, ölürəm. İşləməli Sizin dəvətnamənizin üstünə yazacağım ki, $200. Məcburi. Dollar. Gördünüz, indidən boynuma qoyur. Hə. Mən də sizin dəvətnamənizi... İnşallah ki, o vaxta kimi qazanarsınız. Mən heç bir problem yoxdur. Onsuz da kocam ödəyəcəkdir bu bəy. Bu yetim. Bu yazı. Bu yazı. Hələ yoxdur amma uşaqlar. Sevinməyin. Hələ toy eləməyin. Ay. After 10 years, nə bilim, later. Belə şeydir. 10 years çoxdur. Neçə olsun? Biraz daha azaldım. 5 il olsun. Mən yanına çəkəcəm. Gedir indi Saranı ifşalamağa. Gərək Saran. Hə? Sara burada çay. Yaxşı gəlin. Nilüfer xanım, hansı çaydan içirsiniz? Ananaslı və... Burada Nilüfer xanımın çayları var. Maraqlı çaylar alır bizim üçün, sağ olsun. Tesin reklamı. Düzəldir, gətirir, bəli. Tesin qadağan olmuş reklamı. Hörmətli Tes şirkətinin deməli, marketinq şöbəsinin departament rəhbəri, hər kimsənsə gələ bilərəm, yəni videolarına çəkilməyə. Nəysə, indi düzəldirik. Hansını istədiniz Nilüfer xanım? Bu birisini. Bunu istədiniz, bəli. Dırnağımda qırılıb o. Bəli, dırnağınızı göstərsiniz. Siz də götürə bilərsiniz onu. Sağ olun, çox sağ olun, təşəkkür edirəm. Mən də limonunu gətirirəm. Dünən də bir dənə limonunu çək. Dönər xan burada öldürür. Dünən Nilüfer xanım burada yox idi. Çayından oğramışam bir dənə limonunu. Emin limonu. Hə, mən də borc dəftərinə yazdım. Bəli, bu da ikincidir. Yəni xahiş edirəm bilin. Bu belə. Bir də onun çaşkasına baxın. Yekə qızdı, utanmır. Yaşıma uyğundur mənim. Yaş neçə idi sizdə? Yaş kaç? 18. Pamadasını götürərsən. Harda, hara düşüb?
Ora şey. Tesi reklam edirik Raziyə xanım. Niyə qoymuyorsun? Reklama giriş. Reklamlarda girdilər Raziyə xanım. Sonra deyir mən paylaşmam. Kadra giriş şəkli Raziyə xanım. Bəli, tez görürsüz. Qəlbli bir burada fincan var. Bu çaşkanın sahibi özünü bilir. Bəli, bu fincanın sahibi çaşka nədir? Fincan. Siz video çəkirsiniz. Xahiş edirəm Azərbaycan dilindən düzgün istifadə edin. Ay Allah. Nereden oldu? Parmağım yandı. Gördünüz ince bir şekilde suyu töktük fincana. Hiç kim bilmir bu ince detayı. Görürsünüz bəh bəh bəh. 120 nəfər olan YouTube izləyicilərim biləcək. Qoxusunu buradan ora alın, hiss edin. Boyum çatmır aşağı saldım. Boy balacadır Nilüfer xanımın. Bilirlər. Ona görə boyu çatmır. Buyurun Nilüfer xanım, sizin üçün özəllərimlə hazırladım. Teşekkürler. Dəyməz. Saxlayın daha onu. Gidik. Gidik. Gedirik indi iş sahəmizə. Baxın. Burada işləyirik. Bunu hələ ki bura qoyuram çünki Raziyə xanım onu atlıqsız istifadə edəndə səbəşir. Gedirik, atlıq götürürük. Ki Raziyə xanım əsəbəşməsin. Baxın atlığa. Bu önemli detayları hiçbirini kaçırmamalısınız. Ona göre bu estetik mənzərəni də çəkirəm. Mən sevgənsiz. Bizim işdəki ortam. Ay Allah, benim de onum, benim sonum yaz. Nasıl ki dikkat yaşamayı gözüm babamın öyle gelir. Açı ben sizi çok anladım. Mən ancaq oynayıram deyəsən. Yo, arada işləyirəm dostlar. Aynı xama göndərib deyəcəm ki, işləmir bu qız. Bütün yine oynayır. Səhər master klası yola vermişik. Bu bir. Qayda xanımdan danışmışam. Bu iki. Mahirə xanımdan danışmışam. Şəkilləri feedback bildirmişik. Sifarişlərimizə daha doğrusu. Bu üç. Səndə xanıma təqdimat iş təklif göndərmişik. Gəlməli. Bu dörd. Biraz burada olsa bir iki də Düşünürəm ki, bugün sizə vlog çəkəcəm. Özünüzü yaxşı aparın. Uşaqlar kimdir? Qrup yoldaşlar. Özdə tapşırmışam ki, mənim haqqımda yaxşı sözlər danışın. She is just my Mən alsam bunlardan. One by one, please. One by one. I love you. I love you too. Kəsləndə mənə yazasan, ağıllı ola. Yazsın dəbi. İstərsən çox yaxşıdır. Zorla təbii. Çox yaxşıdır. Allah onu canı sağ eləsin. Amin. Başınızda eksik eləməsin. Amin. Mən bunu sizə təqdim Necə sevir məni, necə sevir Bayaqda məni. ona baxıram. Çox qəşəng. Baxın, necə gözəldir, necə gözəldir. Aparın evinizə. O iyisi də çox qəşəngdir. Sabun ilə. Hə. Bunlar hamısı Raziyə xanımın əl işlərdir. Bəli, aparın Raziyə xanıma yadgarsın. Bu qız sevir də məni. Sevirsiniz hə məni? Bəli, mən sizi sevirəm. Nə qədər? Belə əlləriniz. Balaca uşaqlar olur, dünyalar qədər. Mən sizi çox sevirəm. Bəli. Bayaq hətta mən az qala Demotiv olanda mən də demotiv bu olurum. üzüyünü... Üzüyümü qurdalamayın da, xahiş edirəm. O mənim üzüyüm. Bəs bayaq mənə təklif edir. Yo, o üzüyü mənə hədiyyədir. Hədiyyədən hədiyyə olmaz. Hə, demək istəyirsiniz ki, daha bahalısını alacaqsınız. Ola bilər, ala bilərəm, amma onu mənə özəl bir insan hədiyyə edir. Ona görə mən hədiyyəni sizə hədiyyə edə bilmərəm. Özəl insan dərkən. Bəli, özəl bir insan, dəyəri sonsuz olan bir insan onu mənə hədiyyə edir. Bir də sola sürüşün zəhmət olmasın. Belə. Sürüşün nədir? Bilirəm. Qoy sürüş. Çünki sən özəlsən. Tam olaraq sizin söhbətinizin backgrounduna uyğun gəlir. Çünki sən özəlsən. Bəli. Sizə dediniz ki, mənə toqquşduram. Kebab kimi saxlamışam əlimdə. Nəysə. Mənim bax dişillik. Gizləmişik bu. Allah haqqı. Polnu da yəni. Gizləməyin limitini keçmişik. Marojnaya doxşur. Neyse, Sara çox sağ olun. Allah razı O olsun. sizindir, verdim sizə. Aparamıram, imtahana gedəcəm. İnşallah aparın mənimlə rüşvət verin. Bu belə tek... Baxın, mənim kofemdə. İçəridə qonaqlarımız var, biz də kofe içirik.
Mənim kofemdə ürək var. Bu bayaq ürəyi idi. Instagram story-nə baxa bilərsiniz. Amma indi xərçəng oxşuyur. Niyəsini bilmirəm. Bu da Sara'nın. Çaşkasına baxın da yekə qızdır. Sara'nın kofesidir. İndi özünüz bir dənə qarşılaşdırın görün. Əlim yandı. Hansı qəşəngdir? Əlbəttə ki, mənimki qəşəngdir. Amma bir qurtum içəndən sonra neysə Sara'ya çevrildi bu xərçəng. İçəridə də söhbət gedir. Vloguma xoş gəldiniz dostlar. Mənə qarşı haqsızlıq edir. Dəqiq olsun. Sonuncu imtahanına fikirləşirsiniz. Sonuncu imtahan 50 bal gözləyirəm də. 50 bu. 20'de. Hə, göfər. Semestrın ilk kəsrənin olma ehtimalı 90%, 99% oldu. Yaxşı, inşallah çox yaxşı hissi. Yəni fərqliyəm də mən. Bu gün fərqliyəm. Kəsilən olaraq fərqliyəm. İnşallah kəsilmərəm yenə də son dəqiqələr. Sevinsən? Həyəcanla gözləyirəm. Məndə sadəcə 29 bal lazımdır. 22 balla gibi. Amma Necə fəxr eləyirəm. 29 uşaqlar fikir sadəcə 29. Sadəcə 29 bal lazımdır. Mənim də bunu güldü. Mən giriş balını. Amma yəni heç bir fikrim yoxdur. İkisini də çəkib yapmışam. Bizim imtahanda köçürtməyimiz. Yerim də bomba kimi idi. Allah bir Ay qız, mən özüm öz bildiklərimə şaşırdım ki, mən necə bilirmişəm ha bunu. bir yerdən olanda bir yerdən. Şiriyat tərk etmişəm. Bu da mənim üçün Siz nə fikirləşirsiniz? Axırımız nə olacaq? 25 bal. Zakazlandı. Sadece 27 bal. Biletin ömresi. Biletimi de Sizcə necə keçdi ümumi? Mən bunu necə qoyum YouTube'a? Sizcə? Planlar şərtiyle, planlar çıxma şərtilə bence. Allah'ıydı ha. Düzdür. Sağ salamat yola verdiyi əsas məsələ. Bəs yaxşı, Starlist haqqında nə fikirləşirsiniz? She is just my heart. One by one, please. One by one. I love you. I love you too. Kəsiləndə mənə yazasan, ağıllı ola. Yazsın dəvri. İstərsən çox yaxşıdır. Bu zaman təbii. Çox yaxşıdır. Allah onu canı sağ eləsin. Amin. Başınızda eksik eləməsin. Amin. Hə. Ne diyeyim? Nilüfer hakikaten de imtihanlarda çok destek oldu. Hazırlayıp gönderdin. Teşekkürler. Ay sağ ol. Aferin. Yaxşı ki varsa. Sen olmasa hiç korkun halin olabilir. Ha, düzdür, bax, düz söhbət. Bir dənə Stars'tanız var da bizim. Bir dənə sevirəm. Bir dənə də sevirəm də. Bir dənə Stars'tandır. Nə var öz bunlar? Amma mən sizin haqqında heç yaxşı düşüncələrim yoxdur. Bunlar bəzən demək ki, yaxşı şeylər deyil. Haqqımız olmaz. Heç yaxşı qrup deyilsiniz. Səndən o cümlə iş tapmışdım. Allah razı olsun, sağ ol. Ye. Ben şey gönderdim, Türkiye'nin hazırlığında vakansiya var. ChatGPT'de yazıp, imtihandayım necə? Kısa yazar həlləri. Kritik anlarda mənim Oha, bu da ne buydu? Bu kısası bu boyda. Ben sonra da yazmışım. İşarəsindən də birinci sualdı. Bu da belə işarə. Şəkil də atı. Şəkil də atı. Kısa. Kısa. Tanınan Bunu hesablamışam ha. Qulaq asın mənə. İnşallah Allah verir. Səbəbim. Bunu hesabla. Bir də Hesabladıqca məsələn nə? O bayaqkını. İmtihandan sonra bir. dostum Bilgecan dedi. Boş ver Keloğlan. Dostlar, kesilmədik. Bu semestr kəsirsiz yola verdik. Həqiqətən doğudan kəsir gözləyirəm, özü 2 fəndən gözləyirəm. Amma yəni bu qız with the help of ChatGPT ChatGPT-yə də imtahanın ortasında ChatGPT-yə indi görəcəksiniz o videoları. Qısa yaz, bunu qısa yaz. Bu nə deməkdir? Bu qısa yaz. bu nə deməkdir? Burada ət şərəsi deyəndə nəyi nəzərdən tutursunuz? Mən yazmışam ChatGPT-ilə. Mən ən çox bilirsiniz nəyə sevindim? Mənim başım çıxırmış maliyyədən. Özüm yazdım. Düşdüm ki, mən maliyyədə nə sevirəm. Düzdür, əlimdə köçürtmək. Fransız mənə. Hətta ChatGPT yazdıqlarına da belə şey deyə bilmirdim. Nə qədər nə biləm fikirləşirdim ki 2 dənə 51, 153, bir dənə 72. Nə qədər eləyim? sayəsində. Nə? O gündən də 25 dəqiqə 30 keçirdi. 34 ha. Necədir? 25 dəqiqə 34, 59. 59. Nəsə 4 yey bir şeylə Fəxr eləyir.
Aferin.